Geyimə, modaya, tasarıma, dizayna marağım uşaq vaxtımdandır. Mənim anam paltar tikirdi. Bir hobi olaraq. Bizim evdə həmişə burada otdu, bilmirəm xatırlayırsınız ya yox. Keçmişdən bir əsər əlaməti. Burada moda əlbəttə var idi jurnal. O jurnallardan baxıb çox ilhamlanırdım o vaxtlar. Oradan gəlir və həmişə də bunu mən öz həyatımda daşımışam, bu geyimə marağımı. Hətta mən işə gələndə birinci İngiltərədə təsəvvür eləyin ki, male-dominated industry. Yəni kişilərlə dolu olan industriya. Tərcümə göstərir, ingilisini sökürəm. Çıtlayıram, valla. Sevmişək kimi. Hə ki, təsəvvür eləyin ki, gəlirəm mən ora və maraqlı geyimdə. Və onlar nəticədə fikirləşirlər ki, necəsən? Özü də sən çox maraqlı geyinirsən ha. Dəli-dəli. Dəli-dəli, ha. Demək istəmədim, özün dedin. Biraz dəliyəm də, amma mənə görə hər kəs biraz individuallığını daşımalıdır da zahiri həyatlarına. İndividuallıq çox lazımdır. Çox önəmlidir. Hə, sualın ikinci hissəsi nə idi, unutdum. Mən də unutdum, nə deyim. Onu demək istəyirəm, individuallıqdan heç nə qalmayıb. Cəmaət hamısı eyni üzdür.